Salam. Mənim adım Nailədir. 22 yaşım var. İlk kitabımı birlikdə yazırıq, bölüm 16. Bu günlər də yazmaya başlayırıq. Gəlmişik. Kompüteri yandırıram. Biraz xoşbəxt deyiləm. Niyə? Bilmirəm. Səbəbini özüm də bilmirəm. Bəlkə də gecikmişlik hissidir. Duyğularımı necə başa salım bilmirəm. Onu bilirəm ki, özümü biraz gecikmiş hiss edirəm. Bundan da əlavə olaraq dünən səhərə qədər yatmamışam. Ağlıma bir ton şey gəlibdi. Nə mənada? Məndən daha yaxşıları olduğunu düşünürəm. Və var onsuz da. Bundan da əlavə olaraq buna görə pis olmuşdum ki, mən yazıram, yaxşı yazıram. Özümə görə, özümün ən yaxşı versiyasını yazıram. Amma ki, amma məndən daha yaxşı insanlar, məndən daha yaxşı yazan insanlar var. Təbii ki də var. Görəsən mən, yəni mən yazmaq istədiyim üçün oturub yazdığım üçün günahkaramı? Belə fikirləşdim. Sonra fikirləşdim, mən bunu istəyirəm. Pis və ya yaxşı yazmağımın heç kimin vecinə deyil, ya da mənim də vecinə deyil. Məndən daha yaxşılar var təbii ki, amma mən də öz versiyamın ən gözəl versiyasıyam. Yəni çalışıram, çabalayıram, mən də yaxşı yerlərə gəlmək istəyirəm. Bu çox çətindir, bilirəm, elə asan deyil, hər şey üçündə, sözlərimi seçib danışmağa çalışıram. Biraz yəni motivasiyadan düşmüşdüm, yalan yoxdur. Sonra amma özümü motivasiya elədim, nə mənada? Sabahları mən də kimlərdənsə yaxşı olacağam. Hər nə qədər çalışmağa davam edirəmsə, kimlərdənsə yenə qabaqdayım. Biraz belə motivasiya, o qədər motivasiyam aşağı düşmüşdü ki, sözlərlə belə başa sala bilmirəm ki, mənim motivasiyam nə qədər düşmüşdü. Gecə səhərə qədər fikirləşirəm, bəlkə mən nəyisə səhv edirəm, bəlkə heç yazmağa başlamamalıydım. Çünki çox yaxşı yazanlar var. Hər şeyin pisi, yaxşısı var. İndi pisi ola bilərəm. Bəlkə də elədiyim iş çox pis bir nəticə verəcək, heç qəşəng olmayacaq. Amma ki, mən bunu etdim deyəcəm, mən bunu bacardım deyəcəm. Bunun üstündə çabaladım deyəcəm. Bunu özümə, beynimə yeridirəm. Özümün ən yaxşı versiyası olmaq üçün çalışıram. Mən inanmıram ki, olacaq da. Ona görə motivasiyadan özümü salmadan yenə tam qaz davam edəcəm. Yerində oturan Nailədən daha yaxşı bir Nailə olacaq. Əminəm. %100. Və bu kitab alınacaq. Bu kitabı yazacaq. Bu kitabı birlikdə bitirəcək. Yəni hər kəs bir yerdən başlayır, düz deyil. Hər kəs bir yerdən başlayır. Bəlkə pis, bəlkə yaxşı. Amma edirik. Neyse. Bölüm adlarını yazacağım. Çünki nə vaxtdan da yazmıram o bölüm adlarını. Bölüm adlarını yazdım, bölümlərimi düzənləyim, bet-betdə qoyum. Ondan sonra isə yazmağa davam edirəm. Və bacım deyəndə yadıma düşdü. Gün işığı necə gözəl vurur. Mən yəni fantastik bir şey yazıram. Düzdür, çox oxuyanda bəlkə də %100 ədəbi dildə yazmıram. Bildiyim qədərinə yazıram. Və çalışıram ki, düzəldim səhvlərimi, onun üstündə də işləyirəm. Amma ki, fantastik şəkildə insanlara bir şeylər çatdırmağa çalışıram. Distopiya qururam. Bu elə də asan bir şey deyil. Və mən bunu ilk yazmağa başlayanda sırf distopiya ilə insanlara bir şeylərin çatdırılması, bir şeylərin öyrətməsi çox xoşuma gəlmişdi. Ona görə yazmağa başlamışdım. Və mən ilk yazdığım bu deyildi. Yəni ilk yazdığım ədalətin olduğu yer deyil.
İlk yazdığım başqa kitab olubdu. Və onda da eyni şəkildə distopik idi, fantastik idi. Amma ki, mənim yəni məsələn özünü inkişaf kitablarını çox sevirəm. Məndə Dostoyevskinin bütün kitabları var. Bir neçəsini almamışam hələ, onları da alacağam. Amma ki, insanlara bir şeyləri sevdirərək, əyləndirərək öyrətməyi çox sevirəm. Düzdür, indi mənim yazdığım kitab çox hüzünlü bir kitabdır. Hətta ki, özümü belə depressiyaya salır yazanda. Tam, yəni ortalar depressiyaya saldı. Yəni tam belə depressiv kitab deyil. Sadəcə içimdən gələn budur, bunu yazıram. İçimdən gəldiyi üçün yazıram. Və kimdənsə mükəmməl olmama ehtiyac yoxdur da. Yəni məndən mükəmməlləri var, düzdür. Amma mən də mükəmmələm. Qüsursuz insan yoxdur onsuz da, hamımız qüsurluyuq və qüsurlarımız bizi bənzərsiz edir. Bəlkə də toxunduğumuz o kiçik barmaq izləri kimlərsə həyatına toxunacaq, ömürlük qalacaq. Bəlkə də yazdığım bir şey kiminsə həyatında ömürlük bir iz buraxacaq. Kim bilə bilər. Əsas odur yaxşı fikirlərlə, yaxşı hisslərlə. Nəysə, gedirəm yazam. Artıq 1 saat yarım olub. Mən neynədim? Parçalanan bağlar son bölümümüz budur. Bu da 1108 söz. Evet, sonuncu bölümü editlədim. Sonuncu bu parçalanan bağlarda axır xoşuma gəlməmişdi bacısı ilə danışması. Onu yenidən düzənlədim. İndi bunu yayınlayacağım. Yəni vaxta qoyacağım, planlamaya qoyacağım. Ondan sonra isə növbəti bölümlər yazmağa keçəcək. Dəftərimə isə hər şey yazdım. Burada mən dəftərləri yazanda bu qalın hissəyə yazmaq xoşlayıram. Yəni ancaq buraya yazıram. Bu hissəyə yazmıram. Bu hissəyə lazımsız olan məlumatları yazıram. Əslində bu bir taktikadır, nə mənada? Biz bu hissəni yazanda çox sevərək yazırıq. Məncə hər kəs də belədir. Və ən çox yadda qalan hissələr bu hissələrdə olur. Yəni qalın tərəfdə yazılmış hissələr olur. Nazik tərəfdə yazılmış hissələr isə gəldi gedər tez-tez yazırıq. Çünki həm bura yaxındır deyə, həm də ki, bilmirəm, təkcə mən hiss edirəm deyə düşünürdüm, amma bir neçə nəfərdə daha gördüm. Başa düşdüm ki, bu hamıda var. Mən də belə etmək qərarına gəldim ki, vacib məqamları buraya yazıram. İkinci dərəcəli məqamları isə buraya yazıram. Yəni buranı boş qoymuram sadəcə. Deməli, məsələn, bura bölümləri yazarkən mən bunları tez-tez görüb baxıb etməliyəm. Bura isə ikinci dərəcəli məqamları yazmışam. Hansı ki, gələcəkdə bunlar mənə istifadə olunacaq. Bir növ ki, bir yolu gedirsən, sonra isə geri qayıdıb o yoldan yenidən gedirsən. Onun kimi bir şeydir. Bir var sırayla gedirsən, bir var həmin yolu bir də qayıdırsan. Məncə bəzi yolu bir də qayıtmaq çox qəşəngdir. İstəmsiz də, istəmədən elə bir ki, duyğusal danışıram, əlimdə olmadan. Bəlkə də bayaq dediklərim üzümdəndir, bilə bilmərəm. Nəysə. Yəni, mən bölüm adlarının hamısını editlədim, yazdım. Yazmamışdım indiyə qədər. 3 səhifə yazmışam. Toplam indiyə qədər 159 dənə bölüm adımız var. Bölüm adı yox. Səhnəciklər var. Çox xırda səhnəciklər deyil. Amma ki, bölüm adlarını saymamışam. Yox, saymamışam. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Abi dəqiqə, mən bunu niyə sayıram? Ağlım itib, ayaqlı. Elə burada var da, vetbətdə yazdığım nə? Ay, həqiqətən də mən çox şeyəm, unutqanam bu aralar. Parçalanan bağları editlədiyim üçün indi bunu 15 aprelə qoyaq. Bu arada 89 olubdur. Qoyuruq. 10.45. Bu getdi planlamaya. Növbəti bölüm neçənci bölümdə artıq yazırıq, oradan biləcəyik. 34-cü bölümdəyik. Demək ki, 33 dənə, 33 bölüm adımız var. Mən bunları onsuz sonra qısaldacağım, yəni bitirdikdən sonra. Hələ ki, mənə rahat geri dönüb
üstündə işləyə biləcəyim üçün bir bölümdə 5 səhnəcik, 6 səhnəcik belə, bəzilərində daha çoxdur, amma ki mənə daha rahat olsun deyə elə yazmışam. İndi 1 saat ucu 33 dəqiqə, 4 dəqiqə danışmışam. 4 dəqiqə danışmışam. Bunu bir dənə dayandırım. Aha. İndi davamını yazmaya keçək. 2 saat 26 dəqiqə oldu. Mən 1 saatda yazdım 1115 söz. Kayd edilir. Bölümümüzün adı yaraşıqlı, acı bir xatırlatmadır. Arada fasilələr vermişəm. Ona görə artıq axşam oldu. Bölüm adı isə çox gözəl bir addır. Çünki orada Niana qayıdır təsadüfən Viktoru çağırmaq üçün. Yaraşıqlı bura bax deyir və Viktor azsın dönür. Yəni sırf yaraşıqlı sözünə görə də. Bir yaraşıqlı sözünü bu qədər yaraşıqlı edəcəyimi düşünməzdim. Yəni o qədər dərin mənası var ki yaraşıqlı sözünün də. Normalda fikirləşirdim nə qoyum. Normalda yaraşıqlı sözünü çox işlədilmir deyə mənə daha gözəl görsəndi gözümə ki qəşəng gedərdi. Yəni bir qızın nə desəm oğlana ən qəşəng bu gedər. Başqa ləqəb olsa hər adamın deyə biləcəyi bir ləqəb olmaz da. Yəni hansı bir oğlan qayıdıb oğlana nə isəm, yəni maraqlı bir bölümü yazırıq. Burada maraqlı bir bölümü yazırıq. Amma duygusal olaraq nədənsə çox yerlərdəyəm. Bilmirəm niyə. Özümü qaldırmağa çalışdıqca düşürəm. Amma ki əyləncəli bölümlərdir, qəşəng bölümlərdir. Onu üzümdə göstərə bilməsəm də qəşəng bölümlərdəyim. İnanın, yaxşı bölümlərdir. Nəysə, dedim yazım, davam edək görək. Hələ ki 2 saat yarım olub, mən bugün düzənləmə eləmişəm, 1000 söz yazmışam. İndi davam. 3 saat 32 dəqiqə oldu. Mən isə bir bölümü daha tamamladım. Bu bölümümüzün adı Ölümsüzlüğün Şahididir. Bu bölüm isə 800 söz oldu. 6200 taslaq 2-də var, 800 də bu, 7000 söz olur ümumilikdə. 2000 söz yazmışıq biz bugün. 2000-dən də hardasa 1800-1900 söz yazmışıq. Heç nə, belə. O qədər halsız görsənirəm ki. Həmin gün davam eləmədim. Bir gün ara verdim. Bu günləri başladım yazmağa. Artıq 4 saat yarımdır yazıram. Toplam nə qədər söz yazdım tam olaraq bəlli deyil. İndi göstərəcəm harda nə yazdığımı. Davamlı yazıram da, yəni hazırda o tam Viktorun ölüm səhnəsinə gələn səhnəyə yaxınlaşıram. Burada biraz səhnələr həm çox duygusal, həm çox sevincli, yəni bəlkə də son sevinclər ola bilər deyim hətta. Sonra hər şey normala dönəcək onsuz da. Nəysə. Yəni ona görə də belə sifətim o qədər hissizdir ki, yəni yazandakı bütün duyğularımı itirdim də, elə duyğularımı əmdi bütün yazdıqlarım. İndi göstərim nələr yazmışam. Bu timerimiz. Saat 3-dür. İndi keçirəm. Deməli, bu bölümümüzdür. 1234 sözdür və yazmağa davam edirəm. Bunu əlavə etməmişəm hələ. Əlavə etməmiş şəklində ikinci yarımız 11220-dir. Hardasa belə 12500 söz olacaq. Desəm bunu yarıda buraxanda 7000 söz zad idi. 5000, 6000, 7000 söz yazmışam desən əlavə. Bilmirəm, desən elə olmalıdır. 6000 falan belə də. Dayanmadan yazmağa çalışıram ki, ona görə də video çəkməmişəm. Çünki həm video çəkərək, həm yazmaq o qədər asan deyil. Duman orada topu oxşuyur.
Hey Allah, necə yatıbdı. Həm yazmaq, həm çəkmək çox çətin olduğundan bu dəfə yazmağa tam özümü vermişəm. Ona görə yazaq görək. Nə çıxardırıq da burada. Növbəti gündən salamlar. Deməli, mən dünənləri 5 saat hardasa işləmişdim və 5 saatda bu ikinci yarını 13 minə çatdırmışdım. Burası video çəkməyi unutmuşam, gecə işləyirdim. İndi də eyni ilə gecədir, saat 3-ün yarısıdır mən bu videonu çəkirəm və rəsmi şəkildə bu videoda deyə bilərəm ki, o birinci hissədə Viktorun ölümü ilə bağlı dediyimiz, yəni gələcəkdən epizod verdiyimiz hissənin hissəsinə çatdıq. Hardasa belə deyim də, bunu da qoyum ora, görüm nə qədər söz olur. Tam olaraq söz olaraq deyəcəm ki, neçə mində gəlib çatmışıq o səhnəyə. 18 min bu, 58 min isə digəri idi. 58 min nə idi? Ay Allah, çox yorğunam. 18 min bu, 38 min isə digəri idi. Bir yerdə 56 min eləyir və mən 56 mininci sözündə artıq Viktorun o öldüyü səhnəyə hələ indi gəlib çata bilmişəm. Əslində maksimum qədər qısa tutmağa çalışmışdım ki, mənə bu Viktorun ölümündən sonraki səhnələr də çox maraqlıdır. Hələ hər şeyin açılmağa doğru getdiyi ərəfədir bu. Amma ki, ən maksimum 56 min eləyə bildim. Normalda hardasa 70 mində açılacaqdı mövzu. İndi belə gəldi. Bu aralar həqiqətən də o qədər necə deyim, duygusal bölümlər yazdığım üçün məni çox incidirdi. Buna görə də videolar çəkə bilmirdim rahatlıqla. Ona görə belə qısa-qısa çəkmiş oldum. Bu günlərdə 4 saat 11 dəqiqə işlədi. 4 saat 11 dəqiqə hardasa 18.097. 5000 söz də bugün yazdım. İndi beləcə bu videonu sonlandıracağım. Növbəti bölümdə isə yaxşı bölümləri yazacağıq. Ona görə onda video çəkə biləcəm. Rəsmi olaraq 56 min yazmışıq bir yerdə. 56 min söz heç necə deyim, nə elə belə deyil də, yəni bir dünya yaratmışıq 56 mindən. Bir dünya yaratmışıq. Və o dünyada savaşlar olub, o dünyada ailə bağları olub, o dünyada ədalətin olmadığını göstərən hadisələr olub. Ədalət onsuz da heç yerdə yoxdur. Nəysə, söz verirəm növbəti kitabda 100% ədalətli bir şeylər yazacağım. Amma ki, yəni bu həqiqətən ədalətsizliyin ədalətsizliyidir. Qanıma qədər, yəni ruhuma qədər hiss etdim də o ədalətsizliyi. Mən buradan oradakı insanları öldürmək istəyirəm. Nəinki yazar olaraq öldürmürəm təbii ki. Hələ yaşayırlar. Çünki ədalətsizliyi onlar bildirir də, yoxsa necə söyləyə bilərəm. Nəysə, belə. İndi mən son bölümümüzün 2 adını da deyim sizə. Deməli, qanla gələn, qanla gedən. Bu səhnə çox təsir edici idi. 2200 sözdür. Bu səhnəni indicə yazdım, bitirdim. Burada Viktorun ölümüdür. Qanla gələn, qanla gedən isə ay Allah. Qanla gələn, qanla gedən isə üzüyü bildirir əslində. Yəni üzük qanla gəldi, qanla da getdi. Tək üzük deyil məsələ, elə zəncir olsun, üzük olsun. Bunların hamısı insanların tamahkarlığını bildirən bir əşyadır. Yəni bəhanə olaraq qoyulmuş bir şeydir, belə deyək. Məsələ orada onların o acgözlüyü, doya bilməməzlikləridir də. Burada buydu məsələ. Digər bölümümüzün adı isə Günahsız Günahkar idi. Adı ansızın yazanda fikirləşdim. Əvvəlcədən yazılmamışdı. Düşündüm ki, nə ola bilər bunun adı, axtarırdım, fikirləşirdim, sözlərin arasına baxırdım ki, hansı sözlər daha təsir edicidir və Viktora baxdım, Viktorun halına baxdım. Mən Viktor olsaydım necə hiss edərdim? Viktorun hər şeyini bilən insan mənəm.
və gördüm ki, günahsız günahkar. Viktor mən yaratmışam. Tək Viktoru yox, digərlərini də mən yaratmışam. Amma Viktor mənim parçamdan bir şeydir də, yəni ora qoyduğum bir şeydir. Məncə hər kəs nə isə yazanda, çəkəndə fərqi yoxdur. Özündən bir şeylər qatır. Eynilə mən də Viktora bir şeylər qatmışam və bir çox şey qatmışam, belə deyək ki. Viktor həqiqətən də günahsız günahkardır. Çox günahsızdır, amma hamının gözündə günahkardır. Səbəb də günahsız olmalıdır. Çünki heç kim heç kimi mükəmməl şəkildə görmək istəmir. Qüsursuz insan yoxdur təbii ki, amma Viktor da qüsursuz deyil. Amma insanlar onu daha mükəmmələ yaxın gördükləri üçün dayana bilmirdilər. Nəysə, bu bölümümüz də belə getdi, bitdi. Sağollaşıram sizlə. İnşallah davamını yazanda yenə birlikdə yazacağıq. Bu bölümə qədər çox şey yaşadıq. Mən bu bölümə qədər üstünü, necə deyim, bu bölümü yazmamaq üçün dəfələrlə özümü geri çəkirdim. Yazmaq istəmirdim. Axır ki yaza bildim. Axır ki bu bölüm getdi. Və davamında çox gözəl şeylər olacaq, maraqlı şeylər. Cəmaət sonunu ağlamalı yazanda, pis yazanda, mən isə əvvəlini pis yazıb, sonrasını biraz düzəldəcəm və düzəlməyə doğru gedəcək. Məndə nəsə çatmır da, yəni əvvəl kimi deyil. Nəysə, belə çox danışdım deyəsən, uzun çoxdan da görmürdüm, danışmırdım videoya qarşı. Ona görə danışmağım gəldi. Hələlik növbəti bölümlərdə görüşərik. Bye.